Salam qızlar, yeni vloguma xoş gəlmisiniz. Bu vlog Qəbələ vlogu olacaq. İş yoldaşlarımla bərabər Qəbələyə gedirik. Bir layihə ilə bağlı və bir gecə də orada qalasıyıq. Deməli, getmədən əvvəl mən özümə balaca bir kit hazırladım axşamdan, çünki səhər tezdən yola çıxasıydıq. Burada da lazım olan dərmandır, ağrı kəsicilərdir, istifadə etdiyim dərmanlardır, nəmləndiricidir. Ondan sonra belə gigiyenik məhsullardır və s. Onları götürdüm. Nə olar, nə olmaz. Bir gün demirik. Hər zaman ehtiyacımız ola bilər. Ona görə belə bir kiçik kit hazırladım. İçərisində nauşnik var, adapter var. Ondan sonra yara bandı belə var. Yəni hər ehtimala qoydum. Pambıq, qulaq təmizləyən və s. Bu çanta hazırdır. Adım da yazılıb. Ondan sonra belə geyimlərim olan lazımı. Sonra sportivini götürmüşəm. Pijama götürdüm. Bir də öz yola giyinəcəyim paltar olacaq. Belə. Burada da artıq biz yavaş-yavaş Qəbələyə doğru yola çıxdıq. Yolda sevdiyimiz musiqilərə qulaq asa-asa, oxuya-oxuya yolumuza getdik. Bu arada biz martın 2 həftəsi getmişdik ora. Sadəcə olaraq mən bu videonu biraz geç paylaşıram. O da qeyd elədiyim kimi səhhətimlə bağlı olaraq xəstə oldum və videonu səsləndirmək baxımından bunu bacarmırdım. Ona görə də daha videonu saxladım. Araya da bayram falan qarışdı deyə elə indi mənə qismət olur bu videonu editləyib paylaşmaq. Burada da kiçik çay fasiləsi verdikdən sonra yolumuza davam elədik. Hələ bu mənzərənin gözəlliyinə baxın siz. Necə də gözəldir. Dağlar olsun, buludlar olsun. Sadəcə olaraq burada bu hissə niyə bu qədər keyfiyyətsiz düşüb onu anlamadım. Yəni dəfələrlə yüklədim proqramı, amma yenə də belə keyfiyyətsiz görünürdü. Bilmirəm. Bəlkə də telefon belə çəkib. Amma telefonda normal görünür bu hissə. İşlərimizi bitirdikdən də sonra axşam yeməyi üçün bura gəldik. Qəbələ Xanlar restoranı bura. Kollektivlə gəldik. Çox gözəldir dizaynı falan. Burada hətta tarix də yazılıb ki 3 martda çəkilib. Bir ay sonra paylaşıram bu videonu. Neysə. De kızlar, samavar çayı. Çok çirkin gül. Uzun müddətdə axtardığım samavar çayı. Bəli, buradadır. Uzun müddət idi ki samavar çayı istəyirdim. Hansı ki rayonda, təmiz, sərin havada içdiyim, təbiətin qoynunda içdiyim samavar çayı. Və istədiyimə də nail oldum elə burada. Görən kimi də tez bazar samavar çayımı qapdım və təbiəti gəzə-gəzə çayımı içdim. İnsan belə yerdə həqiqətən huzur tapır. Quşların səsi, suyun səsi, sərin hava, təmiz hava, təbiətlə iç-içə. Çox gözəldir həqiqətən. Gələn qonaqlar üçün belə xonça süfrəsi qurmuşdular. Səmənisi, yumurtası falan var idi. Yumurta da toqquşdurduq biz əlbəttə ki. Deməli, gecə burada qalasıyıq Qəbələdə. Kollektivlə kiçik bir alış-veriş elədik ev üçün. Simiçkalar əlbəttə. Sonra deməli simiçka yenə. Sonra çay aldıq belə. Tipik 3 inək pendir, kofe.
Acı kahve sevənlər vardır hər bir qrupda. Belə 2 dənə şirniyyat aldı. Ondan sonra belə kiloyla konfet, banan və sosiska. 3 litrlik su və Qəbələ çörəyi. Ərzaq alış-verişimiz. Videoda əslində danışıram. Sadəcə gördüm ki, arxa fonda musiqi səsi var. Telif haqqından dolayı yenidən üstündən səsləndirmə edirəm. Səsi kəsib. Otağı sizə dolaşdırıram. Otaqları daha doğrusu. Balkon mənzərəli otaq belədir. Həyətin gecə görünüşü də belədir. Yayda bura daha da qəşəng olar. Biz qışda gəlmişik deyə, daha doğrusu soyuq havada gəlmişik deyə hovuzun dadını çıxara bilmədik. Təəssüf ki, otaqları çox təmiz, fresh. Yəni çox bəyəndik biz həqiqətən də. Üst hissədə, üst mərtəbədə daha doğrusu 4 dənə otaq var idi belə. 2 kişilik çarpayıları var idi. Bir otaqda da ayrı-ayrı belə. Bu hamamı idi. Hamamı da çox təmiz və qəşəng idi. Yəni oteldən həqiqətən də heç fərqlənmirdi qızlar. Alt mərtəbələrdə göstərim sizə. Daha doğrusu 1-ci mərtəbəni. Aha, 1-ci mərtəbəni də göstərim sizə. Bu da geniş belə zaldır. Oturma masaları falan var. Bu şəkil heç bura uymamışdı. Alakasız idi yəni. Bu da kuxnasıdır. Kuxnası da qəşəng idi, təmiz idi. Hətta çay falan da qoymuşdular. Sonradan gördük biz onu. Daha biz almışdıq uje. Bu da belə oturma hissəsi idi. Karaoke sistemi də qurmuşdular. Biz də tüm gecə pijama partisi yapdıq. Qəbələdə hər yer demək olar ki, yaşıldır. Damlar yaşıl, qapılar yaşıl. Getdik ərzaq alış-veriş eləməyə yenə. Evə gedirik. Belə. Hələ yolumuza keçilər də çıxdı burada. Qızlar qorxdu. Neysə, keçdik əsas məsələ. Xanımlar indi bizə səhər yeməyi, daha doğrusu artıq səhərdən keçib günorta yeməyi hazırlayır. Nə bişirirsiniz? Pomidor yumurta. Menemen diye yapıyoruz biz bunu. Ayten xanım da orada iş görür. Çapacaqla, tam profesional şəkildə. Bəli. Mən yaxından çəkim edeyim. Ustanın adı neydi? Unuttum. Ayten Şef. Yaver usta. Yaver usta. Gedir. Kart. Pomidorlar tez soyulsun diye suya koyduk. Pratik bilgiler. Parmağa sokça su kaynayıp. Su qaynasa köpüklənər, amma isinib. Biraz da qalsın, bir 5 dəqiqədə. O üstə bıçaq batırır, qabığı açılsa götürək. Tamam. Dilşad xanımdan yenə profesional hərəkətlər. Yok hele biraz. Tamam. Yok bir bağışla. İndi çaydanımızı da qoyaq. Mətbəximizdən son görüntülər. Səslənmişmi qoyaq. Dilşad xanım burada yumurta çalır. Bu pomidoru put taşını eləməsəniz, su çıxmazdı. Ayten'in Ayten pilavları. ondan tut son şeyin üstüne. Valla. Ne bu? Ha onu çıkacak biraz. Oh. Qarışdır. Yaxşı qarışdırın. Həyə. Bu içinə Holland pendiri də olsa lap əla olardı. Neysə. Qəsdən halal pendiri həmişə saf alıram. Çünki qalsın belə şeylərə işlərim. 5 vaxt qalmır. Siz bunun içinə şüyüt vurursunuz, biz vururuq. Çox da niyə almadıq şüyüt biz? Çox olur be. Gördük ki, çörək arasına səsdə qoyuruq, pomidor qoyuruq. Xiyar da alaq. Onu da alaq, bunu da alaq. Gördüm, çox ola səsini çəkmədim. Neysə. Duz istiyor, Hər az şey olsa. perfekto görünüyor burada. Pomidor yumurtamız. Belə. Sosiskalarımız da orada. Necə sosiska da gəlsin sonra. Pendirimiz, çayımız da dəmləndi. Neysə, qapağı yoxdur, olsun. Qəbələ pendir çörəyimiz, kolalarımız. O bizi kolanı da gətirin.
Bu da qaldığımız ev, belə də göstərim. Səhər vaxtı. İşıqlı vaxtda bu tipdə. Yeməyimizi yedikdən sonra yığışdıq. Şofer də gəlmişdi. Bakıya doğru yola çıxdıq. Burada da belə yolu çəkdim sizin üçün. Sizinlə də paylaşım deyə. Mənim üçün həqiqətən yadda qalan bir gün oldu. Dostlarımla bərabər dolu-dolu əylənərək keçirdiyim vaxtlar idi. Onu da belə videoya alaraq vlog halında hazırlayıb paylaşıram. Gələcəkdə dönüb baxdığımda videolara bu xoş xatirələri yenidən yadıma salacağım. Bu arada videonu bəyəndinizsə bəyənməyi və abunə olmağı unutmayın. Çox təşəkkür edirəm sona qədər izlədiyiniz üçün. Hələlik.